Salam hər kəsə. Bugünkü məsələmiz biraz çətin görünə bilər, lakin sadə bir məsələdir. Demək, şəkildə P, K, L, M və N vektorları verilmişdir. Sualda bizə verir ki, bu vektorların əvəzləyicisini tapın. Yəni, başqa sözlə, bu vektorların vektorial cəmini hesablayın və bir xana da bir damadır. Bir vahiddir, üzr istəyirəm. Bir dama, bir xana, bir vahid kimi qəbul edin. İndi biz burada görürük ki, K vektorunun sonu L vektorunun başlanğıcı, L vektorunun sonu M vektorunun başlanğıcı və M vektorunun sonu isə N vektorunun başlanğıcıdır. Yəni K, L, M, N. Bir vektorun sonu digər vektorun başlanğıcıdır. Onda vektorların toplanmasının üçbucaq qaydasına görə biz K, L, M və N vektorlarını toplaya bilərik. Necə? Demək, bu vektorların mən birinci vektor, yəni K-nı tapıram. K-nın sonu L-in başlanğıcıdır. L-in sonu M-in başlanğıcı, M-in sonu isə N-in başlanğıcıdır. Onda mən birinci vektor, yəni K vektorunun başlanğıcından sonuncu vektor, yəni N vektorunun sonuna bir düz xətt çəkirəm. Yəni mənim K, L, M və N vektorlarımın əvəzləyicisi, yəni cəmi həmin çəkdiyim çəhrayı vektor edir. Buna bir deyək, məsələn, hər hansı bir A vektoru. İndi burada eyni istiqamətdə bir P vektoru da var. Onunla demək, mənim bu K, L, M, N və P vektorlarımın cəmi, yazıram bura K plus L vektor şəklində plus M plus N plus yazırıq P vektoru bərabərdir 2P. Yəni K, L, M, N P-yə bərabərdir. P üstəgəl P, 2P vektoru. İndi P vektorunun uzunluğunu biz tapa bilərik. Yəni, vektorun uzunluğu Pifaqor teoremindən istifadə edib tapa bilərik. Buradan bura qədər, yəni bu məsafə, hər xananın bir vahid olduğunu nəzərə alsaq 3, bu məsafə isə 1-dir. Onda P vektorunun uzunluğu, yazıram P vektorunun uzunluğu və yaxud da modulu bərabərdir. Kök altında 3-ün kvadratı 9 üstəgəl 1. Kök altında 10. Və 2P vektor dediyindən 2 kök altında 10 olacaq. Yəni bu K, L, M, N və P vektorlarının vektorial cəmi 2 kök altında 10 edir. Cavab D variantı. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.